Şəhər iyerarxiyasında ən üst pillədə piyadadır, sonra mikromobillik, sonra ictimai nəqliyyat, ən son yerdədir fərdi nəqliyyat. Bu piramida Bakıda tam tərsidir. Tərsinədir belə. Bu dəyişəcək. İnsanlar yeniliyi həmən bir mənalı qarşılamır. Bakı şəhərinə gün ərzində ardınca 300 min avtomobil fərqli istiqamətlərdən daxil olur. Avtomobillər çoxalıbdır, bu infrastruktur çatdırmır. Ya da qısa səfərlər çoxalır. Milyondan artıq əhalisi olan şəhəri tək avtobusla idarə etmək olmaz. Avropa ölkələrinə baxıram, 600-700 minlik şəhərin bizdən çox metro xətti var. 59 yaşlı bizim Bakı metropolitenində 40 kilometrlik tunelimiz var. 5 il ərzində Qarabağda və Şərqi Zəngəzurda qurulan tunellərin uzunluğu 71 kilometrdir. Nəqliyyatın 5 növü var: boru, hava, dəniz, avtomobil və dəmir yolu. Daxili yük dəmir yolu sisteminin onurğasıdır. Zəngəzur tək şərq-qərb deyil, həmçinin şimal-cənubdur, həmçinin də cənub-qərbdir. Nə qədər çox yolunuz varsa, bu sizin üstünlüyünüzdür. Rauf Ağamirzayev 1983-cü ildə Türkmənistan Respublikasının Nebit Dağ şəhərində anadan olmuşdur. Orta təhsilini 3 nömrəli məktəbdə almış, ali təhsilini isə Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirmişdir. Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvüdür. Nəqliyyat və logistika üzrə ekspert kimi fəaliyyət göstərir. O, səyahət etməyi sevir və hal-hazırda subaydır. Rauf bəy, salam, xoş gəlmisiniz. Xoş gördük. Rauf bəy, biz sizin çıxışlara çox baxırıq. Böyük həvəslə həm də yazılarınıza da baxırıq. Çox maraqlı fikirlərinizi bildirirsiniz. Ümumiyyətlə dəhlizlərlə bağlı, bu şəhərin infrastrukturundan bağlı, yol infrastrukturundan bağlı təbii ki. Bizi maraqlandıran əsas məsələ odur ki, indi hal-hazırda bizdə Gürcüstan vasitəsilə bir nəqliyyat dəhlizimiz var. Və yeni nəqliyyat dəhlizi üzərində əslində iş gedir bu dəqiqə. Bizdə nə gedir o? Cənub dəhlizi. Zəngəzur kimi dəhliz gedir. Adı Trip. Trip kimi, hə, Trip. Trip yəni bir hissəsi tripdir, yoxsa hamısı tripdir? Yox, bir hissəsidir. Bir hissəsi tripdir. Okay. Bax bu bizə nə verir? Yəni bizim hal-hazırda var da dəhlizimiz. Düzdür. Yəni buradan avtomobillər, sonra indi avtomobillər düzdür elə işləmir, amma qatarlar, digər yüklər yük daşıma gedir, işləyir, hər şey qaydasındadır. Bu bizə nə verəcəkdir? Mən bunu daha geniş istəyərdim izah edəm. Azərbaycan Qapalı Xəzərin sahilində yerləşən bir Cənubi Qafqazın bir ölkəsidir. Okeana çıxışı olmayan. Okeana çıxışı olmayan və burada istənilən istiqamətdə fərqli nəqliyyatın olması bir üstünlükdür. Azərbaycanın son 30 ildə icra etdiyi beynəlxalq layihələr məhz bu deyək ki, elementi aradan qaldırmaq üçün hədəflənmişdi və bu illər ərzində həmçinin də torpaqların işğal altında qalması problemi var idi. Tək bizdə yox, həmçinin Gürcüstanda ənənəvi yolların bloklanmasına gətirib çıxartmışdı. Ona görə bu illər ərzində silsilə böyük layihələr icra olunmuşdu. İlk olaraq nəqliyyatın 5 növü var: boru, hava, dəniz, avtomobil və dəmir yolu. İlk olaraq boru kəmərləri sistemləri qurulmağa başladı. Həm Qara Dəniz istiqamətində, çünki bizim əsas ixrac kəmərimiz Rusiya istiqamətində idi, Bakı, Novorosiysk. Birinci alternativ yaradıldı üzü Qara Dənizə, Bakı-Subsa kəməri, sonra Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkildi. Sonrakı illərdə dəmir yolu segmenti üzrə əlavə iş görüldü. Bakı-Tbilisi-Kars dəmir yolu layihəsi icra olundu və bu arada bu layihə ciddi maneələrlə, yəni bir çox dünya dövlətləri elə hesab edirdi ki, bu layihə Ermənistanı blokadada saxlayır və maliyyə deyək ki, imkanları məhdudlaşdırırdılar. Ona görə Azərbaycan öz imkanı hesabına bu layihələri bütün narazılıqlara baxmayaraq icra etdi. Sonrakı illərdə artıq Cənub qaz dəhlizi layihəsi, hansı ki 3500 kilometrlik bir boru kəməri sistemini Qapalı Xəzərdən Azərbaycanı Avropaya bağladı və Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə imkanları yaratdı. Bu layihələr həmçinin tək Azərbaycanın yox, Cənubi Qafqazın və Mərkəzi Asiya üçün yeni bir çıxış imkanları, dünya bazarına çıxış imkanı yaratdı. Bununla yanaşı bu illər ərzində
üzü qərb istiqamətinə, demək Bakıdan Gürcüstan sərhədinə qədər avtomobil yolları təkmilləşdirildi. Köhnə Sovetin zamanında olan yollar iki zolaqlı idi, amma mövcud dövrün tələbinə uyğun gəlmirdi. Eynilə də tək qərb yox, həmçində şimal-cənub istiqamətində də avtomobil yolları tikilib. Dəmir yolu Bakıdan Gürcüstan istiqamətinə dəmir yolu yenidən təşkil olunub və o istiqamətdə bizdə elektriklənmiş olsa da sabit cərəyanla bunu da xərcləri optimallaşdırmaq üçün dəyişən cərəyana keçid təmin olundu. Keçən il Hacı Qabula kimi bu işlər tamamlandı və bu da 20% daha ucuz daşınma imkanı yaradır və gələcəkdə bu dəhlizdə dayanıqlığı və tariflərdə qiymətin daha aşağı salınması üçün bir müsbət zəmin yaradır. Bununla yanaşı bu illər ərzində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bizim işğalda olan torpaqlarımız ümumi həm Azərbaycanın nəqliyyat şəbəkəsindən təcrid olunmuş halda qalmışdı, həmçində regional şəbəkədən. Azərbaycan çox sürətlə 5 il ərzində bu boşluğu doldurmaq üzərində iş görür. Yəni ilk olaraq hava limanları tikildi. Bu hava dəhlizlərinin əlaqələndirilməsi baxımından çox önəmlidir. İkinci əsas komponent dəmir yollarının çəkilməsidir. Demək, Horadizdən Ağbəndə kimi dəmir yol layihəsi və avtomobil yol şəbəkəsi də qurulmağa başladı. Bu arada bu layihələr 5 il müddət olaraq az görünsə də, amma ciddi əziyyət, zəhmət və həmçində təhlükəsizlik riski olan bir layihələrdir. Çünki minalanmış sahələrdir. Bu sahələrin təmizlənməsi həm çətindir. Dağlıq relyefdə. Bəli, dağlıq relyefdə həmçinin tunel, estakadaların qurulması təkcə elə bir rəqəmi deyə bilərik ki, 59 yaşlı bizim Bakı metropolitenində 40 kilometrlik tunelimiz var. 5 il ərzində Qarabağda və Şərqi Zəngəzurda qurulan tunellərin uzunluğu 71 kilometrdir. Yəni işin həcmini buradan artıq hiss etmək olar və bu da imkan verir ki, Azərbaycana həm daxili nəqliyyat şəbəkəsinə Qarabağ, Şərqi Zəngəzuru inteqrasiya elətdirsin, həmçinin də regional şəbəkəyə. İndiki zamanda hər yol zolağından asılı olmayaraq müstəsna əhəmiyyəti var. Çünki bölgəmizdə bir hərəkətlilik var, bölgəmizdə mürəkkəb bir geosiyasi vəziyyət var. Elə gətirib ki, şimalımız və cənubumuz sanksiya altındadır. Qırmızı dənizin girişində Husilərin hücumu nəticəsində dəniz marşrutları dəyişib və biraz da uzanıb. Bu da konteyner qıtlığına gətirib və bizə xeyir gələn tərəflər də var. Buradan da alternativ dəhlizlərə diqqət yönəlir. Bu da quruya doğru baxanda yeganə ölkə Azərbaycandır ki, burada bu əlaqəni təmin edir və orta dəhlizin infrastrukturu var ən azından. Bəli, infrastrukturu var. Bunun digər önəmli məqamı ondan ibarətdir ki, biz fürsətləri dəyərləndirdiyimiz kimi həmçində riskləri dəyərləndirməliyik. Yəni bizim bir yolumuz var. Bakıdan Gürcüstanın Qaradəniz limanlarına. Həmçinin o da şaxələnir Gürcüstandan Türkiyə istiqamətinə Bakı, Tbilisi, Kars üzərindən. Amma bir istiqamətdən asıllıq özü risklidir. Ona görə Azərbaycan şaxələndirmə yönündə qərar verib və Zəngəzur istiqamətində ikinci dəhlizin formalaşdırır. İndi gəlib çıxırıq Zəngəzura. Zəngəzur unikallığı nədədir? Zəngəzur tək şərq-qərb deyil, həmçinin şimal-cənubdur, həmçinin də cənub-qərbdir. Şimal-cənub bu İran tərəfdən onda. Rusiyadan üzü Culfadan keçməklə Fars körfəzi limanlarına çıxış imkanı. Biz hansı ki Rəşdaslara neçə illərdir üstündə iş gedir, elə o da olacaq. Yəni bir yol yox, Rəşdaslara 1, Culfa ənənəvi yolumuz 2, hələ İran istiqamətinə 3-cü bir istiqamət səsləndirir. Bu İmişli, Parsabad, Ərdəbil dəmir yoludur. Ora investor tapılsa o da tikiləcək. Bu da olacaq 3-cü yol. Həmçinin də İranın da özünün marağı var. Cənub-qərb marşrutu. Yəni Fars körfəzinin Qaradəniz limanları ilə əlaqələndirən marşruta maraqlıdır. Burada da Zəngəzur önəmlidir ki, həm ənənəvi Culfa, Naxçıvan, indi gələcəkdə İrəvan və Gürcüstan Qaradəniz limanları, həmçinin də əksinə Ağbənd istiqamətinə, burada da tikilən infrastrukturla Hacıqabul və yenidən Gürcüstan istiqaməti və ya iki bizim yolumuz var, İmişli, Ağcabədi və Bərdə-Ağdam. Bu yolların da əlaqələndirməklə
işi bir yerdə görə bilərik. Bütün region Ermənistan da şeyə düşür də, yəni o da proseslərdə iştirak edəcək. Bəli. Yəni burada bütün regionlarımızın da əlaqəsini təmin edirik. İstənilən beynəlxalq marşrutda əgər dəmir yolumuz varsa, o regionları biz hamısını əlaqələndirməliyik ki, və buradan daha çox fayda götürsün istənilən Azərbaycanın regionu. Bəs bu belə deyim də, Gürcüstanda bir qısqanclıq məsələsi yaratmır ki, məsəl üçün də bu yüklər artıq bir hissəsi bu tərəfdə, yəni aşağı dəhlizlə gedəcək də, yəni Zəngəzur dəhlizindən demək istəyirəm gedəcək. Burada da bizim üzərimizə nə düşür? Aydınlatmaq ki, nəyə görə dövr dəyişir, reallıq dəyişir. Dünən müharibə var idi, dünən konflikt var idi, indi artıq müharibə yoxdur. Biz sülhə doğru gedirik və reallıq dəyişir. Yəni yük yenidən bölünəcək. Müəyyən qism yüklər, bəli, müəyyən faizi Zəngəzura doğru çəkiləcək. Amma yeni fürsətlər, hansı ki cənub-qərb marşrutu dediyimiz, bu gün sıfırdır ora. Yəni o istiqamətdə heç bir şey getmir. Culfadan, üzü Naxçıvan, İrəvan, Tiflis hazır deyil də üstündə. Həm hazır deyil, həm də ki o istiqamətdə bəzi tikinti işləri görməklə onu işə salmaq olar. Orada 5 milyon ton yük dünən sıfır idi, amma bu gün 5 milyon ton yük keçə bilər üzü Gürcüstanın limanlarına. Yəni yeni yüklər formalaşması üçün də zəmin yaradır. Birin deyəndə digərini demək lazımdır. Digər məsələ Gürcüstanda, niyə Gürcüstan uzun illər hələ ki ən aktual marşrut olacaq? Çünki Gürcüstanda son 14 ildə dəmir yolu üzrə Tbilisi-Maxincauri, bu Batumun yanındakı bir stansiyadır. Bu marşrut üzrə yenidən qurma işləri, modernizasiya işləri görüldü və şərq-qərb dəhlizi üzrə Gürcüstan ərazisində buraxılıcı qabiliyyətin 48 milyon tona çıxartdılar. Yəni regionda bu rəqəmi verən ikinci bir ölkə yoxdur. Türkiyə Respublikasında icra olunmuş və icra olunan və yaxın 5 ilə nəticə verən şərq-qərb marşrutu Divring, yəni Sivasın ilçəsi olan Divringdən Qarsa mövcud dəmir yolu bir xəttlidir. Onu 2 xəttli edib elektrikləşdirməsi nəzərdə tutulub 20 milyon tona çıxacaq. Yəni bir xeyli fərq edir. Gürcüstanın digər üstünlüyü odur ki, Qara dənizin şərq sahillərində dərin sulu limanlar baxımından Gürcüstanın üstünlüyü var. Yəni onun rəqibləri nə Sivasdır, nə Rizədir, nə Trabzondur. Birinci o limanlara dəmir yolu yoxdur. İkincisi, həmçində dağətəyi ərazidə yerləşir. Onların hətta genişləndirilməsi dənizin daxilinə işləri icra etməklə mümkün olacaq. Bu da biraz xərcli işdir. Amma Gürcüstanda Poçi limanı dərin sulu limandır. Anakle limanı artıq ilkin işlər görülüb, yeni layihələrlə həm dəmir yolu xətti çəkilir, avtomobil yolu elan ediblər ki, tikəcəklər və dalğaqıranın ilkin olaraq işlərinə başlanıb, həmçində dib dərinləşdirmə işləri. Orada da biraz daha çox siyasi kontekst vardı. Gah Amerika şirkətləri alırdı o limanı, sonradan Çin şirkətləri və yekun o liman orta dəhliz üçün çox vacibdir. Nəyə görə vacibdir? Burada da dərin sulu liman olduğundan Panamax tipli konteyner daşıyan gəmilər yan ala biləcək. Bu eyni anda 10.000 9.000 konteyneri daşıyan gəmilərdir. Və burada hər bir istiqamətin öz əhəmiyyəti var. Hər bir sahəni də biz detallı olduğu kimi analiz etməyi bacarmalıyıq. Yəni Qara dənizlə məsələn Xəzər dənizi müqayisə etsək, Xəzər dayazdır. Qara dənizdə əgər gəmilərin oturması deyək məsafəsi hardasa 19-20 metrdirsə, yəni kanalların dərinliyi, bizdə 7 metr kanal dərinliyidir, gəminin oturumu 4.5 metrdir. Yəni dayaz olduğundan daha az yük götürə bilir və digər tərəfdən burada daha çox reys etməlidir. Burada amma bir reyslə həmən həcmi daşıya bilər. Axı bizdə mən səhv eləmirəmsə belə deyim də, deyirlər nəsə modernizasiya olunur indiki bizim limanlardakı, onu genişləndirmək üçün daha da çox yük yox, o ayrı bir mövzudur. Bizim mövcud limanımız 2018-ci ildən artıq ələtdə fəaliyyət göstərir. 14, sonra 18 ikinci tamamlama işləri görüldü. Burada şəhər mühitində onu genişləndirmə imkanı olmadığından
doğru qərar idi ki, ələtə köçürüldü Ələtə köçürülməli, və orada da yanalma körpüsü gidravlikdir. Yəni su artar, azalarsa ona uyğunlaşdırılır. Hər bir limana naviqasiya kanalı olur. Yəni biz dənizi bütöv görsəydi, amma gəmilər o bütöv gəminin dənizin hər bir hissəsi ilə hərəkət edə bilməz. Limana yaxınlaşanda sırf naviqasiya kanalı ilə gəlməlidir, çünki kənar ola bilər, dayaz olsun, lilə otura bilər. Və bu naviqasiya kanalları daha dərin olur. Necə ki, Süveyşdə olmuşdu. Və gəmi limana yaxınlaşanda dönmə sahəsi olur və yanalır, sonradan müəyyən əməliyyatlar icra olunur. Hal-hazırda Xəzər çəkilir, amma burada da yenə də iki hissəyə bölərdim məsələni. Xəzərin şimalı daha dayazdır. Yəni 4-8 metrdən 25 metrə qədər dərinliyi idisə, Bu Aktau tərəfdə? yox, biraz da yuxarı Astraxan. Əştərxan. Amma cənub tərəflərinə baxsa, dərinliyi 1025 metrə qədər çatır. Yəni bu qədər fərqlidir. Biz də hal-hazırda Bakı hardasa ortaya düşür. Bizdə də bəzi məsələn məsələləri biz görürük ki, Xəzər çəkilir, amma digər şimala nisbətdə bizdə hələ vəziyyət yaxşıdır. Və bunun da yolu yenə də naviqasiya kanallarında dib dərinləşdirmə işləri görüləcək. Çox güman ki, yeni gəmilərdə inşa olunanda bunlar nəzərə alınıb, inşa olunacaq ki, risklər minimumlaşsın və sinxron şəkildə bu işlər görüləcək. Həm Bakıda, Aktauda, Kurukda və Türkmənbaşda. İndi bu dəqiqə bax indi belə deyək də Bakı, Tbilisi, Kars deyirlər. Yoxsa bilmirəm, yolda, yəni hal-hazırda Türkiyəyə gedən yoldan söhbət. Qatar yolunu mən daha çox nəzərdə tuturam, yəni. Hal-hazırda bu nə qədər ümumiyyətlə yük götürməsi də biz məsəl üçün Azərbaycan biz nə qədər qəbul edib göndərə bilərik? Və Gürcüstan üzərindənmi, Türkiyə üzərindənmi bizim potensial nə qədərdir belə indi hal-hazırda? Zamanında bizim pikimizi deyim, ondan sonra gələcəm. 1988-ci ildə Azərbaycan dəmir yolları 180-100 milyon ton yük daşıyıb. 180. Və bunu daşımaq, yəni bu infrastruktur gücünə sahibdir. Sadəcə o dövrdən bu dövrə bəzi şeylər dəyişib. Hərəkət tərkibi yenilənməlidir, yollar yenilənməlidir. Çünki bu yollar çoxdan tikilib və bu işlər görülür. Digər məsələ o zaman bir dövlət idi, indi müstəqil dövlətlərdir. O zaman bir büdcə idi, indi fərqli büdcələrdir. Hərənin imkanları biraz fərqlidir. Yəni biz daha tez icra edə bilərik, amma biz bu dəhlizin bir ölkəsiyik. Bunun əvvəli, sonu, bunlar da sinxronlaşmış şəkildə olmalıdır ki, vahid yolla yük gedə bilsin. Yük müəyyən hissəyə kimi gəlib dayanıb, gözləmə məcburiyyətində olur və burada da yenə də iki hissəyə bölə bilərik. Var infrastruktur, bu hansı ki limandır, dəmir yoludur, avtomobil yoludur, sərhəd keçid. Var bürokratiya, yəni sərhəddə gözləmək, bu kağızı gətir, ona var, rəqəmsallaşma. Bunlar hər ikisi tranzit vaxtına təsir edir, hansı ki yükün daha tez keçməsin və daha rəvan keçməsini təmin edir. Bizdə rəqəmsallaşıb da o məsələlərdə. Tam yox. Rəqəmsallaşma burada tək hər ölkənin özündə olan rəqəmsallaşmadan başqa bunun uzlaşdırılması da vacibdir. Çünki fərqli hər ölkənin öz sistemi ola bilər, amma bunun vahid bir müstəviyə gətirilməsi, burada sənəd dövriyyəsinin sürətləndirilməsi kimi işlər görülməlidir. Görülür, amma bunun uzlaşdırılmasına ehtiyac var. Digər məsələ odur ki, baxın, Azərbaycan yük qəbul edib, Gürcüstan tərəfə ötürür. Azərbaycanın sərhədində olan Böyükəsi stansiyasına 14 yol var. Yəni stansiya yollarından söhbət gedir. Üzbəyizdə Qardamani stansiyasıdır. Orada 7 yol var. Və bu onu göstərir ki, Azərbaycan 2 dəfə çox göndərə bilər, amma qarşı tərəf 2 dəfə çoxu qəbul edə bilmir. O qan kimi də qan gəlir, yığılır, keçə bilmir. Tromp kimi. Tromp kimi. Bunun da həlli düşünürəm ki, Gürcüstan tərəfi həmin stansiyanın yaşayış məntəqələrindən kənara çıxardıb genişləndirməlidir. İkinci bir məsələ, Gürcüstan çox gözəl iş gördü, modernizasiya etdi və orada şərqlə qərbi əlaqələndirən Rekoti aşırımı var. Çox mürəkkəb sahədir. Meyillikləri daha böyükdür. Bunu yeni tunellər vasitəsilə regionun bu arada dəmir yolu üzrə ən uzun tuneli hal-hazırda Gürcüstandadır. 8 kilometr 350 metr
uzunluğunda Kvashetikobi layihəsi. Həm sürəti artırdılar, həm radiusları böyütdülər və bununla da buraxılıcılıq qabiliyyəti ilə sürəti də artırdılar. Tranzit vaxtına təsir edir. Amma bir məqam qalır. Hərəkət tərkibi hələ ki köhnədir. Yəni bu yükü daşıyan nəqliyyat vasitəsi köhnədirsə, bu yenə də sürətə təsir edir. Stansiya yolları qısa olduğundan bir blok qatar gəlir. Stansiya qəbul edə bilmirsə məcburi bölünməlidir o. Bölünürsə əlavə əməliyyat, əlavə iş görülür və bu da qiymətə təsir edir. Digər bir məqam ondan ibarətdir ki, bizdə şərqdən qərbə yük var, qərbdən şərqə o qədər yoxdur. Düzdür. Və bunun da optimallaşdırmaq üçün müəyyən deyək ki, risklər olanda dünyada, məsələn, bayaq qeyd etdiyiniz Süveyş kanalında Evergreen gəmisi lilə oturdu. Bəli. Nə baş verdi Avropada? Avropada anbar təsərrüfatlarını böyüdürdülər ki, bu növ risklərə hazır olsunlar. Bu son müharibələrdən sonra Avropada artıq istehsal lokasiyasının köçürülməsi məsələsi gündəmə gəlib. Yəni hər hansı bir ehtiyat hissələr gəlib Avropada istehsal edənə kimi və bu yollardan asılıdırsa, bunu elə bəlkə Avrasiyanın müəyyən ölkələrində istehsalı edib də hazır məhsulu göndərsinlər. Yəni bu əslində bu da üstünlük verir ha bizə müəyyən. Bu multi effekt verir. Effekt verir. Biz tək tranzit yox, həmçinin də bundan əlavə dəyər formalaşdırmağı hədəf qoymalıyıq. Yəni buna üçün azad zonalar yaradılmalıdır. Bəli, elə yaradılıb da, Ələt azad iqtisadi zonası fəaliyyət göstərib dəqiq. Və orada da rezidentlər var. Mən Gürcüstanda bilirdim ki, belə bir şey var. Gürcüstanda da var, bir yox, orada da Tiflisin yanında Çin demək ərəb şirkətləri açıb. Tbilisi Dry Port, Quru portu bizim Abşeron logistikaya bənzər. Sonra Kutayis'in yanında var, Çinin azad iqtisadi zonasıdır. Yəni bunlar fərqli ölkələrdə artan istiqamətdir. Mən bəzi şirkətlərlə işləyirdik, görürdüm. Məsələn deyirdi ki, məndə bəli məhsullar var, mən gətirə bilərəm. Məndə burada Gürcüstandakı anbarımdadır. Gürcüstan anbar bu azad zonada olan anbarlardır. Çünki onlar oradan digər yerlərə də göndərə bilirdilər, həm də ki Azərbaycana gətirə bilirlər eyni zamanda sərfəli idi. Mən hətta o vaxt fikirləşirdim ki, bizim onu fikirləşməyiblərmi ki, yəni belə bir şey eləsinlər ki, yəni bu burada olsun da o. Ən azından hətta belə azad zona düzdür, vergilərdən azad olmasına baxmayaraq, amma daxili işləmə qabiliyyətini, insanların işə cəlb olunmasını yüksəldir axı. Bu tərəfi var onun. O hədəf qoyulub, ondan başqa həmçində Qarabağda da Araz vadisi azad iqtisadi zonasıdır. Naxçıvanda da Cəbrayıl tərəfdə. Cəbrayıl tərəfdə, yaradılıbdır. Yəni bu artıq orada da rezidentlər var. Bu mərhələ ilə biz bunu hiss edəcəyik. Əsas məsələ odur ki, bu aradakı boşluqları biz tamamlayaq. Əlaqələrimizi tam edək. Çünki bəzən bizdə birbaşa analogiyalar aparırlar. Məsəl üçün Dubay ilə, Sinqapurla, hansılar ki birbaşa dünya okeanına çıxışı var. Onların logistikası biraz fərqlidir. Bizdə tam fərqlidir. Bizdə quru dəhlizi Bizdə quru dəhlizi desək də multimodallıq elementləri var. Xəzər elementi var. Xəzər bizi ayırmır, Xəzər bizi bu arada birləşdirir. Xəzər bizi zənginləşdirir, tək bizi yox, bütün region ölkələrin və bunu biz niyə istifadə etməyək ki? Xəzərdə bizim 167 illik bir gəmiçilik ənənəmiz var. Monopolistdir. Xüsusiləşmiş gəmilər baxımından, yəni kranlardır, yedək gəmilərdir, hansısa neft platformaları üçün əməliyyatlar icra etmək üçün bu yalnız Azərbaycana. Yəni gəmi qayırma var da bizdə işləyir hal-hazırda. Gəmi qayırma zavodu sıfırdan tikilən də var, mövcud modernizasiya olunan da var. Digər tərəfdən də donanma baxımından da Xəzərdə hələ ki ən üstün mövqedə yenə də Azərbaycandır. Düz digər ölkələr də öz donanmasının artırılması yönündə hətta bizim gəmi qayırma zavoduna sifariş edənləri də var. Rauf bəy, baxın, yol öz-özlüyündə düzdür, biz yol kimi buna deyirik, amma bunun bir siyasi tərəfləri də var da. Mən çox görürəm ki, hal-hazırda Çin Afrikanın bəzi ölkələrində portları, digər şeyləri götürür, düzəldir və onu müəyyən bir dövr üçün, 100 il, 150 üçün icarəyə götürür. Faktiki olaraq mən əvvəl fikirləşdim bu niyə edir də, yəni bu. Sonra görürəm ki, Amerikanın özündə də, şeydə də onların yəni başqa yerin gəmisi ora girə bilməz.
özü bir daxildə bir monopoliya yaradırlar da özləri üçün. Ki onu nəzarət eləmək üçün. İndi hal-hazırda bu bizdəki indi bu dəhliz var, yəni hal-hazırda mövcud olan dəhliz. Bu indi heç kimin monopoliyasında deyil ki hələ. Bu elə region ölkələrinin öz monopoliyasındadır. Yox, region ölkələri demirəm. Mən böyük ölkələri nəzərdə tuturam. Bu Çindir, Amerika Birləşmiş Ştatlarıdır, Avropadır. Hələ ki deyil. Çünki mən Gürcüstanda görürəm, bəzi limanları istəyirlər Çinlilər almağa. Bilmirəm alıblarmı? Yəni yox, bir liman Anakle limanına, orada da 51% dövlətli, 49% Çin şirkəti daxil olmalı idi, amma hələ ki o məsələ hələ açıq qalır. Bax, Xəzər dənizi üzərindən bizdə iki giriş var da, belə deyək də. İndi əsaslar mən deyim. Bu Aktauda hal-hazırda infrastruktur olan Qazaxıstanı nəzərdə tuturam və digəri Türkmənbaşıdır. Bilmirəm, Aktauun cənubunda yeni 2016-da açılan Kuruk da var. Bir də açıldı. Onu bilmirdim. İndi faktiki olaraq bunlar burada deyək ki, Qazaxıstanda bir infrastruktur var da eləyir. Türkmənbaşı nəsə bir iş görürmü ki, ümumiyyətlə oradan da bir yol olunasında bir yoldan asılı qalmayaq biz. Bu arada Türkmənbaşı limanı Xəzərin ən böyük limanıdır. 17 milyon ton yük, 400 min TEU konteyner. Türkmənbaşı bizdəki idi. Yox, bizdə 15 milyondur. Sadəcə Türkmənbaşı limanının bir məsələsi var ki, naviqasiya kanalları dib dərinləşdirmə işi görülməyib. Yəni üstünlüyü var, amma ora girən gəmilər yarıda olmuş halda girməlidir. Çünki lelə otura bilər. Türkmənbaşı-Bakı əlaqəsi niyə müstəsna əhəmiyyəti var? Çünki quru dəhlizlərinə tranzit vaxtı çox önəmlidir. Bu ən qısa məsafədir. 300 kilometr bizi ayırır Türkmənbaşıdan. Və Türkmənbaşı şəhərinə belə baxanda Bakıya 300 kilometrdir. Paytaxtda Aşqabada 650-dir. Yəni bizə daha yaxındır. və burada digər bizim onlara təsirimiz 1883-cü ildə may ayında Bakıdan Tiflis, Poçiya dəmir yolu açılandan sonra bu sinergiya vermişdi Xəzərin digər sahilinə və Türkmənbaşı o vaxt Krasnovodsk, Aşqabad, Daşhauz o vaxt indiki Türkmənabad, Buxara, Daşkənd dəmir yolunun tikintisi üçün bir stimul olmuşdu. Və beləliklə bu vahid bir nəqliyyat karkasına çevrilmişdi. Hal-hazırda yeni bir layihə icra olunur. Çindən yeni bir istiqamət. Çin, Qırğızstan, Özbəkistan dəmir yolu hansı ki çıxacaq Türkmənbaşı limanı. Bizim artıq o istiqamətdən siz dediyiniz kimi iki istiqamət üzrə yük axını gələcək. Biri Çin, Qırğızstan, Özbəkistan, Türkmənistan, biri də 100% yalnız Qazaxıstandan. Və bu iki istiqamət burada da çox önəmli məqamından ibarətdir ki, bəzən manipulativ, bəzən yanlış ritorika ilə dövlətləri bəzən üz-üzə qoyurlar. Bunlar biri-birini tamamlayandır. Hətta rəqabət olsa belə sağlam rəqabət olacaq. Bunlar hamısı türk dilli dövlətlərdir və bu iki axın gəlib Azərbaycandan keçməklə yenə də ayrılır. Sizin əvvəl verdiyiniz sual, bir yolumuz varsa ikincisi nəyə lazımdır? Bax, buradan yenə də şaxələnib hər istiqamət üzrə gedəcək. Və digər bir məqam, nə qədər çox yolunuz varsa, bu sizin üstünlüyünüzdür. Sizin plan A, B, C, D, yəni çeşid verirsiniz ki, hansı sizə sərf edirsə, hansı istiqamətlə daşımaq istəyirsinizsə, bizim yollarımız sizin sərəncamınızdadır. Bu beynəlxalq dəhlizlərlə bağlı bir sonuncu sualımı verim, sonra keçək Bakıdakı vəziyyətlə bağlı. Deməli, bu şimaldan cənuba bir belə layihə fikirləşirlər, deyirlər, bunu eləyək. Düzdür, hələ indi belə deyim də, yük maşınlarla bunlar daşınır. Amma ümumilikdə götürsək, bax, əslində çox maraqlı bir dəhliz idi İrandan keçməklə Rusiyada. Sadəcə olaraq buna heç kim dəstəkləmir, mən belə başa düşürəm də. İşləməsi bunun nə qədər belə deyək də aktual olacaqdı? Şimal-Cənub nəqliyyat dəhlizi 26 il öncə gündəmə gəlib. Çin, İran və Rusiya arasında müvafiq sazişlər bağlanıb. Azərbaycan 2005-ci ildə qoşulub. 2017-ci ildə isə aktiv bir hərəkətlilik müşahidə olundu. Bu arada Şimal-Cənub nəqliyyat dəhlizinin 3 segmenti var. Şərq marşrutu Rusiya,
Qazaxstan, Türkmənistan, İran. Bəli. Transxəzər marşrutu Rusiyanın Ole limanından Əncəli limanına və qərb marşrutu ən qısa olan Rusiya, Azərbaycan, İran. Bu marşrutlardan hərəsinin öz üstünlüyü var və hərəsinin öz problemi var. Şərq marşrutunun bu il 30 ili olacaq ki, Türkmənistan, İran sərhəd keçid məntəqəsi Serax açılıb. O may ayında açılmışdı 1996-cı ildə. 2014-cü ildə Qazaxstan, Türkmənistan, İran ikinci yol açıldı İncəburun keçidində. Bu iki sərhəd buraxılış məntəqəsinin toplamı hal-hazırda 2 milyon ton yükü aşıra bilir. Xəzər elementi ilə baxsaq, Xəzərin şimalında suyun çəkilməsi ciddi problemlər yaradır. Bu da yenə bayaq Türkmənistana aid etdiyim məsələ burada daha kritikdir. Zaten dayaz idi Xəzərin şimalı. Suyun çəkilməsi bahalı diblərinləşdirmə işləri ilə yanaşı bu daşınmanı biraz effektivliyin şübhə altına alır. Ona görə Rusiya tərəfi elə qərara gəlib ki, daha cənubda olan Maxaçkala limanına güc versin və 5 milyon tona yük aşırılmasının artırması yönündə qərar verilib, müvafiq layihələr icra etməlidir. Yəni Maxaçkala Əncəli üzərindən daşımanı etməyi hədəfləyiblər. Üçüncü bizə aid olan hissə qərb marşrutudur. Burada bu marşrut indi multimodal fəaliyyət göstərir. Yəni Rusiyadan Azərbaycanı keçməklə İran ərazisində İran astarasında Azərbaycana hal-hazırda məxsus olan Azərbaycan 2017-ci ildə 35 hektarı 25 illik icarəyə götürüb və Astara terminal orada qurub. Yəni ora kimi yüklər gedir və bizim dəmir yol izi ilə daxil olur. Orada artıq dəmir yolla avtomobilə yüklənir və Rəşdə kimi bu cür daşınır, sonradan təzədən dəmir yolla. İran ərazisində Qəzvin, Rəşd, Astara layihəsi 2007-ci ildə başlayıb 2019-cu ildə Qəzvindən Rəşdə qədər hissə istifadəyə verilib. Yəni 12 ilə. Bu da sanksiya altında olan dövlətin reallığı. Belə qısası bu cür baxa bilərik. Sonradan Rəşdən Kaspiyan limanı deyirlər, Əncəli limanına bir 30 kilometrlik hissəni artıq bəzi mənbələrdə təhvil vermiş kimi qeyd edirlər. Ola bilər bəzi tamamlama işləri var. Son hissə 162 kilometrlik Rəşd-Astara hissəsinin isə son İranın prezidenti Pezeşkiyanın Rusiyada səfəri zamanı qeyd etdiyi məqam Novruz bayramına qədər torpaq ayırmanı tam təhvil verməyi hədəf götürüblər. Yəni keçən ilin sonuna 107 kilometr torpaq ayırmanı təhvil vermişdilər Rusiya tərəfinə. İndi qalır orada müəyyən sahə ki 162 kilometrdə ümumi. Onu da tamamlayıb Novruza qədər təhvil verirlər. Bu hissəni Rusiya maliyyəsi hesabına Rusiya şirkəti tikməyi demək hədəfləyib. Bununla yanaşı həmçində bizim Zəngəzur dəhlizi işə düşəndən sonra bu istiqamətdən də daşınma imkanı olacaq. Şimal-cənub ümumiyyətlə regionda olan fərqli istiqamətlərdə yenə də siyasi kontekst, maraqlı tərəflər var. Amma burada yük daşınma baxımından biz bir piramida kimi bu yük daşımanı özümüz üçün prioritetləşdirmək. Birinci piramida da daxili yük olmalıdır. Daxili yük bu onurğasıdır dəmir yolu sisteminin. Sonra gəlir regional yük, yəni yaxın qonşular. Ən son gəlir beynəlxalq qitələrə əlaqələndirən tranzit. Tranzit bəli yaxşıdır, siyasi dividendlər qazandırır, amma tranzit bu gün var, sabah azala bilər. Biz yalnız tranzitin üzərindən baxmamalıyıq məsələyə. Əsas birinci daxili yükümüz bizim əsas gücümüz olmalıdır. Bir də regional, amma üçü birində daha dayanıqlı bir sistem yaradır. Digər tərəfdən bunun şaxələndirmə ilə riskləri də minimumlaşdırmaq olar və yekunda da düşünürəm ki, hər istiqamətdə maraqlı tərəfləri uzlaşdırıb da maraqların öz dövlətimizin, millətimizin xeyrinə bunu istifadə edə bilərik.
İnşallah xeyirli olsun. İnşallah görək bunlar hamısı düzəlsin ki, aydın məsələdir ki, bunların hamısına vaxt lazımdır. Bir müddətdən sonra bunlar başlayacaq, işləyəcək, ölkəmizə fayda verəcək. Mən istəyirəm biz qayıdaq belə deyim, Bakıya, Bakının tıxaclarına, belə aktual mövzulara. Makrodan mikroya keçirik. Elədir. Bax, mən bir müşahidə elədim. Mən uzun müddətdir belə deyim də maşını sürmürdüm də. Yəni sürürəm ancaq belə şəhər daxilində sürürdüm. Deməli Əhmədli digər tərəflərdə mən sürəndə adətən ora gedəndə maşın az olurdu və rahat və problemsiz sürə bilirdim. Amma elə bir an yarandı ki, mən ora gedəndə orada tıxaca düşdüm. Tıxaca düşəndə başa düşdüm ki, yəni vəziyyət o deyil də, yəni artıq burada da tıxac varsa, deməli ümumi Bakıda nəsə ya avtomobillər çoxalıbdı, bu infrastruktur çatdırmır, ya da infrastruktur o yerdə deyil ki, ona şeyləsin, o tələbata cavab versin. Ya da qısa səfərlər çoxalıb. Ya da o da var. O da ordadır, düzdür. İndi biz hal-hazırda ümumiyyətlə nə işlər görülür bunun qarşısını almaq üçün? Ümumi olaraq Bakıda mobillikdə bir axınların qarışması baş verib və illərlə görülən işlərdə bəzən yanlış bir işlər də görülüb. Şəhər mühitində çox funksional küçə olmalıdır, yol olmamalıdır sürətli. Çox funksional küçədə fərqli hərəkət iştirakçıları nəzərə alınmaqla qurulmalıdır. Yəni bunu piyadası, mikromobilliyi, ictimai nəqliyyatı və digər hərəkət iştirakçıları. Bizdə çox təəssüflər olsun ki, biz piyadanı ümumiyyətlə unutmuşuq. O piyadanın səkisini hətta kəsib parkinqa qatmışıq, yola qatmışıq və bunun fəsadını fikirləşməmişik ki, bu sonu nəyə gətirəcək? Bunu belə ediriksə, prioritet avtomobilə verib, amma piyadanın əgər səkisi kəsilirsə, bu da gələcəkdə avtomobilə meyl edəcək. Yəni şəraiti yoxdursa, şəraitsiz yerdən daha az istifadə edəcək, şəraitə daha çox meyl edəcək. Digər bir müqayisəni aparaq. Şəhər mühitində bir küçənin, bir yolun tikintisi 2 ilə aşağı yuxarı başa gəlir. Niyə bu qədər başa gələ bilər? Çünki altındakı kommunikasiyalar yenilənməsi biraz çox şaxəli bir layihə olur. Amma bir avtomobilin alışına nə qədər zaman sərf edilir? 1 saat. Getdi, rəsmiləşdirdik və avtomobil artıq idarəyə hazırdır. Kreditlə də var, yəni heç belə. Yəni burada tərs mütənasiblik var. Biz yolları tikənə qədər artıq nəzərdə tutduğumuz saydan daha çox avtomobil gələcək. Ona görə buna fərqli cür təsir etmək olar. Yenə də burada manipulyasiv məqamlar var. Deyək ki, Azərbaycanda olan avtomobil sayı 1000 nəfərə, Avropanın istənilən ölkəsi ilə bizim müqayisə biz azıq. Bizdə çox deyil. Yəni o qədər şey var. Bizdə sadəcə bu avtomobillə gündəlik səfər edənlər çoxdur. Yəni Avropada zəruriyyət olarsa gündəlik istifadə edir, amma bizdə hər gün bu avtomobildən istifadə edənlərin sayı və qısa məsafədə xüsusən də istifadə edənlər daha çoxdur. Son illərdə müsbət görülən işlərdən biri odur ki, artıq Bakının rəqəmsal əkizi deyilən bir aləti formalaşıb. Yəni gördüyümüz şəhərin bir rəqəmsal bir əkizi var. Yoxlamalar orada onun üzərində keçirilir. Və burada fərqli datalardan məlumat alınır. Bu Waze-dir, həmçinin Bakı kartın məlumatlarıdır, deyək ki, indi mikromobillikdən icarədən olan məlumatlardır, dəmir yoludur, metro, fərqli mənbələrdən insanların hərəkət axınları müəyyən edilir. Həmçinin şəhərdəki nimin kameralarından da və müəyyən olunur ki, hansı növlə biz nə qədər hərəkət edirik, mövcud olan imkanlarla. Və bundan sonra müəyyən layihələr işlənilir, simulyasiya olunur. Biz müəyyən yolun hansı hissəsində bu dəyişikliyi etsək, bu mikro səviyyədə bu kəsişməyə necə təsir edəcək və makro səviyyədə bütün şəhərə necə təsir edəcək. Bu layihələr ciddi təhlillər aparılaraq, müvafiq mühəndislər bu təhlilləri aparır, beynəlxalq konsultantlar cəlb olunur, onlar da rəy bildirir. Yəni bir mənbədən məsələ bitmir. Bir neçə mənbədən alınan məlumatlara əsasən bir layihələr icra olunur. Hal-hazırki vəziyyətimiz odur ki,
Bakı şəhərinə gün ərzində hardasa 300 min avtomobil fərqli istiqamətlərdən daxil olur. 300 min. Bu illər ərzində bir neçə islahatlar etdilər ki, şəhərin daxilindəki hərəkətliyə təsir olsun. Və bunu da iki hissəyə bölək. Var yüngül islahat, var sərt islahat. Yüngül islahat tez nə edə bilərsiniz ki, insanlar bunu hiss etsin. Küçə sahəniz var, transformasiya edirsiniz. Avtobus zolağı, mikromobillik zolağı, yəni bir zolaq çəkməklə dünən yox idi, bu gün var. Dünən də tıxac var idi, bu gün də tıxac var. Fərq ondaydı ki, dünən bu alternativ yox idi. Və insanlar artıq bu növlərə daha çox yönəlir. Avtobusda orta sürət artıb, avtobusda sərnişin sayı artıb. Yox, çox rahatdır. Mən söyləyim ki, digər tərəfdən burada da bir məqamı yerinə düşər qeyd etmək. Biz sürətdə utduq, amma komfortda hələ yox. Yəni insanlardan geri dönüş gəlir ki, biraz sıxlıq oldu avtobuslarda. Bu var, bu aydın məsələdir ki, milyondan artıq əhalisi olan şəhəri tək avtobusla idarə etmək olmaz. Ona görə olmazsa olmazı şəhər mobilliyinin onurğa sütunu relsli nəqliyyatdır. Şəhər ətrafından dəmir yolu, şəhərin daxilində metro və tramvay. Bunun üçün dövlət proqramı təsdiq olundu 2025-2030-cu illər. Bu günlərdə dövlət proqramının 1-ci ilinin yekunları üzrə həm hesabat idi, həm də görülən layihələr, yaxınlarda icrası başlanılan layihələr barəsində məlumat verildi. Burada da fərqli hissələr üzrə baxa bilərik. Yəni yüngül islahat bir hissəsi artıq qismən bitmiş hesab etmək olar. Yəni avtobus zolaq şəbəkə halındadır. Şəbəkə yavaş-yavaş genişlənir. Mikromobillik dünənə qədər yox idi, bu gün var və artıq 47 kilometr var. Hədəf 100 kilometrə çatdırmaqdır. Bu günlərdə bu da dünən yox idi, amma bu gün var və zamanla daha çox istifadəçi sayı artacaq. Təkcə şəhərin mərkəzində artıq 12% istifadə çoxalıb. Yəni insanlar bu növə meyl edir. Keçirik relsli növlərə. Bu günə kimi Bakıda tikilən metrolar, yəni metro bir stansiya tikilir, layihələndirilir və bir stansiya prinsipi ilə gedirlər. İndi bu köhnə ənənə qalır keçmişdə, yeni ənənəyə əsasən artıq bütün stansiyaların həm yerləri ayrılıb, həm dövlət aidiyyəti strukturlarına razılaşdırılıb, layihəsi tamamlanıb və bu ildən aktiv olaraq bu işlər görüləcək. Həmçinin investisiya tutumlu olduğundan bu layihələr üçün kredit alınacaq. 10 stansiyadan biri, sizin elə ofisdən biraz yuxarıda artıq B4 stansiyası bu il təhvil verilir. Bununla yanaşı Bakının mövcud metro şəbəkəsinin daha effektiv işləməsi üçün müəyyən məhdudiyyətlər var idi. Bu məhdudiyyətlərdən biri 28 Mayın stansiyasında yaşıl və qırmızı xəttlər eyni müstəvidə kəsişir. Onları ayırmaq lazımdır. Onları ayırmaqdan öncə gərək 3 xəttin ayrıca hərəsinin deposu olsun. Bizdə 3 xəttin 2 deposu vardı. Biri Bakmildir, biri Xocaysən. Yəni yaşıl xəttin deposu olmadığından xəttdə problem olarsa qatarda bütün xətt dayandırılır və Bakmilə aparılır. İndi bu xətt əgər ayrılarsa demək o əlaqə olmayacaq. Bu qatar hara getməlidir? Ona görə Dərnəgül deposu ilkin olaraq tikilməlidir və keçən ilin yay aylarından başladılar. Hədəf daha tez bitirməkdir, amma ilin sonunda deponun altından da tunel, avtomobil tuneli tikintisi layihəsi başladı və qrafik biraz sürüşdü. Çox güman bu ilin aprelinə düşünürəm bitirərlər və qısa zamanda deponu işə salandan sonra artıq xəttlərin ayrılmasına start veriləcək. Ondan sonra bir də içəri şəhərdə dönmə kamerası tikilməlidir. Çünki indiki halda qatar biri tuneldə gözləyir, digəri platformada insanları düşürdür, geriyə qayıdır və bu da intervala təsir edir. Bu layihələr icra olunandan sonra ilkin olaraq mövcud 3 xəttimiz daha qısa intervalla daha intensiv işləyəcək, amma növbəti 9 stansiya eyni anda tikilməsi nəzərdə və eyni anda açılacaq. Yəni biri açıldı, bir il belə də olmayacaq. 2030-da eyni anda demək Bənövşəyi xətt tam şəhərin mərkəzinə Ağşəhərə kimi gedib çıxacaq və Xətayidən üzü Həzi Aslanova qədər yaşıl xətt davam edəcək və beləliklə yeraltı nəqliyyat növümüz metro bugünkü 640 mindən ardasa 800 min 1 milyon sərnişini daşımaq imkanı olacaq. Digər
növümüz 145 yaşıl dəmir yoludur. Dəmir yolunda da bu gün harda isə o günlük harda isə 28 mindir və ortalama. Amma pik rəqəmləri götürsə 42 min daşıya bilir. Bunu 200-250 minə qədər çatdırılması hədəf götürülüb 2030-cu ilə qədər. Burada da mövcud dəmir yolunda müvafiq olaraq layihələr icra olunacaq. Həmçinin də biz Bakı Abşeron dairəvi deyiriksə, amma Abşeronda dairəvi deyil, 2 yarım dairədir. Bunun dairəvi fəaliyyəti üçün Keşlə yük stansiyasından Böyük Şor istiqamətinə indi hal-hazırda yük qatarları işləyir. Orada sərnişin qatarlarının hərəkətini nəzərə alan bir layihə icra olunacaq və beləliklə Xırdalandan, misal üçün Koroğluya, Bakıxanova getmək istəyən sərnişin indiki halda gəlib 28-ə gəlib oturmalıdır, gözləməlidir növbəti qatarı, amma birbaşa gedə biləcək. Və bu da Bakının o baş planında monosentrikdən polisentrikə, yəni bir mərkəzlikdən çox mərkəzliyə qoyulmuş hədəf üçün bir zəmin yaradacaq. Yəni bu mərkəzləri əlaqələndirmək üçün məhz dəmir yolu vacibdir. Digər layihə isə Zabrat 2 Maşdağa bağlar, Bakıxanov Suraxanı Hövsan, Bakıxanov Suraxanı Binə Qala dəmir yollarıdır ki, bu da şəhər ətrafından o dəmir yolu ilə şəhərə gətirəcək. Şəhərin daxilində metro daha sürətli bunları daşıyacaq və üçüncü reys növü olan tramvaydır. Tramvay da niyə istiqamət olaraq məhz 28 may ilkin olaraq Mehdiyabad istiqaməti götürülüb? Çünki o ərazidə hansında ki, nə dəmir yolu var, nə metro var, mövcud avtobuslar, amma daşınmasının gücü çatmır. Yəni nə qədər avtobus artırsanız da, amma yenə də sıxlıqdır. Ona görə relsli növün tramvay, yüngül relsli olan tramvayın çəkilməsi planında var və düşünürəm ki, bu il artıq icrasına başlanılacaq. 2030-cu ilə qədər həmən layihənin tamamlanması, amma ondan başqa 5 istiqamət, yəni 5-dən biridir bu. Ondan başqa Pirşağı stansiyasından Sibriz yaşayış məntəqəsinə, həmçinin 28-dən Bayıla, 28-dən Üzü Nargiləni keçməklə Həzi Aslanova və Bakının hal-hazırda radial yolları baxımından bir radial yolumuz var və buradan elə Üzü Sumqayıta gedəndir. Bəli. İkinci radial yolun tikilməsi nəzərdə tutulub. O harda isə Mehdiyabaddan Üzü Ağşəhər istiqamətində olacaq və həmən layihənin tərkibində də yenə də tramvayın digər qolunun da çəkilməsi nəzərdə tutulub. Bax, bu özünüz bilirsiniz də, bu avtomobillərin ümumiyyətlə artmasında səbəblərdən də biri o idi ki, faktiki olaraq biz metroya, avtobusa girəndə o qədər sıxlıqla girirdik ki, burada bir insanlarda bir məcburiyyət yaradırdı ki, bir bezirdilər də, belə deyim də, həm də ki, tıxaclarda qalırdılar və avtomobillərə daha çox meyl edirdilər. Mən onu burada görürəm. Bir də ki, bax bizdə indi biz dedik ki, Qarabağda bu qədər tunel çəkilib, hansı ki, heç indi Bakıda metroda o qədər yoxdur. Yəni bu illər ərzində bunu eləmək olmazdımı ki, biraz yəni böyüsün bu şəbəkə? Yəni hər halda mən Avropa ölkələrinə baxıram, 600-700 minlik şəhərin bizdən çox metro xətti var. Və rahatlıqla mobilliyi təşkil edir də, rahatlıqla belə deyim də, şəhəri belə deyim də, müxtəlif yerlərə gəzə bilirlər. Bizdə niyə bu, yəni bizdə ictimai nəqliyyata zamanında avtomobil yollarına qoyulan qədər investisiya qoyulmayıb. Yəni avtomobil yolları prioritet olunub və buna görə də avtomobilləşmə daha da zəmin yaradıb. Harda şərait daha uyğundursa insanlar ora meyl edir. İndi bu tərəfdə şərait yarandıqca insanlar daha çox meyl edəcək ictimai nəqliyyata və çünki ən dəyərli vaxtdır və böyük şəhərdə də vaxt çox önəmlidir. Çünki biz və insanların gərginliyi də hardandır. İnsanlar bir işi planlayır, amma yetişməyəndə gərginləşir, yəni aqressiya artır. Bu mühitə təsir edir. Avtomobilin özünün komfort desəydi, amma avtomobilin özünün mənfi tərəfləri də şəhərə nədir? Səs kirliliyi yaradır. Şəhərdə ən bahalı resurs torpaqdır. Onun qeyri-səmərəli istifadəsinə gətirib çıxardır. Ona görə düşünürəm ki, bunu zamanında bu
səhvləri deyək ki, Avropa şəhərləri də edib. Amma indi artıq düzəliblər və biz də düşünürəm ki, bu dünyanın keçdiyi yolu biz də keçməliyik. Transformasiya prosesidir. Burada insanların bir növdən başqa növə keçməsi ilə yanaşı, həmçinin də əlaqə sürətləndikcə insanların prioritetləri dəyişəcək, yaşadığı məkanları hətta dəyişməsi, bir dəmir yolunun deyək ki, işə düşməsi həmən ərazidə torpağın qiyməti, əmlakın qiymətinə təsir edəcək. Yəni nəqliyyat əlçatanlığı əmlaka birbaşa təsir edir. Və insanlar əgər əlaqə varsa, stabil qrafiklə hərəkət varsa, onlar şəhərin mərkəzindən daha çox biraz kənarlara getməsinə gətirib çıxaracaq. Yəni bu da belə baxsaq, daha rahat olacaq. Böyük şəhərin aqlomerasiyası 100 kilometrdir. 100 kilometrdə bizdə dəmir yolu var, amma hal-hazırda həmən sırf 100 kilometrə qədər olan ərazilərə gedən qatar yoxdur. Bunların bərpası çox ciddi insanların hərəkətliyinə və prioritetinə təsir edir. Digər məqam, bu layihələr həmçinin də şəhərdəki biznes subyektlərinin də yerinin dəyişməsinə də təsir edəcək. Əgər bir yerdə nəqliyyat əlçatanlığı varsa, bu hökmən yeni iş mərkəzlərinin açılmasına, indiki halda şəhərin mərkəzi elə sırf Nizami metrosunun ətrafında və yaxud 28 maydadır iş mərkəzləri. Amma yeni layihələrlə Dərnəgüldə də açıla bilər, inşaatçılarda da düşünürəm 2030-cu ildən sonra olmazsa olmazı Bakının dairəvi dəmir yolunun tikilməsi, tamamlanması vacibdir. Yəni indiki halda əgər Hacı Aslanova qədər çatacaqsa yaşıl xətt, bunu davam olaraq Zığ, Yeni Günəşli, Qaraçuxur, Bakıxanov, Koroğlu və Dərnəgül əlaqəsi tam dairəvi bir hərəkətə gətirib çıxaracaq. Təbii ki, böyük mən baxıram böyük şəhərlərdə hamısında var dairə. Bizdə konseptual planda var. Var. Amma bunun icrası da vacibdir. Yəni plan ayrıdır. Bunun ilkin olaraq düşünürəm çox tez bir zamanda mövcud layihələr icra olunacaq. Çox güman ki, beynəlxalq təşkilatlardan kredit götürüləcək və böyük şirkətlərin gəlməsi eyni anda fərqli istiqamətdə tikinti layihələri icra olunacaq və bu layihələrin də ciddi təbliğatına da ehtiyac var. Çünki insanlarda bir skeptizm var. Bu günə qədər görülən deyək ki, metronun tikinti sürəti bir çoxun mən də məsələn qane etmir. Düşünürəm ki, bu sürətlə icra olunacaqsa, o icra olunan layihələrin hər birisi barəsində məlumat verilməlidir. Həmçinin bir çox deyək ki, şərhlər əslində bilməməkdən yazılır. Biz metronun tikinti texnologiyasını heç bilmirik. Hansı yolla tikilir? Yəni müəyyən texnologiyalar var, TBM, mexanikləşdirilmiş üsul. Qrunta əsasən ola bilər Natum üsulu olsun, New Austria metodu, yəni qazma partlatma. Bu arada Qarabağdakı qrunt suxur dağlıq olduğundan daha çox qazma partlatma ilə etdilər və TBM-in özünün də sifarişi hardaysa bir il və yaxud ondan biraz artıq çəkə bilər. Ona görə orada daha sürətli icra üçün elə qazma partlatma ilə icra etdilər. Burada da Bakıda da müəyyən qrunta əsasən müxtəlif metodlarla tikilməsi nəzərdə tutulub. Əsas odur ki, bu metodlar barəsində də cəmiyyətə bir maarifləndirici videolar paylaşılsın. Yəni insanlar bu işin əslində böyük zəhmət, böyük resurs hesabına, insanların əzmi hesabına başa gəlməsin. Yekunda biz istifadə edirik bu növü. Amma bu hansı yolu keçib, onu da biz görüb və qiymətləndirməliyik. Rəbbə, bir də sonuncu sualımı vermək istəyirəm. Bu çox maraqlandırır bu insanları. Deyirlər ki, şəhərə giriş istəyirlər, məhdudlaşdırırlar, həm də ki, ödəniş eləmək, nəsə belə bir şey eləmək. Yəni bu həqiqətən beləmi olacaq, yoxsa başqa nəsə alətlərlə onu eləməyə planlaşdırırlar? Ümumi olaraq Bakının yarımdairəvi yolu tamamlanmalıdır, hansı ki 3 yarımdairəvi yol tikintisi nəzərdə tutulub və böyük şəhərlərin giriş nöqtələrində park and ride, yəni park et səfərvi ictimai nəqliyyatla davam et kimi həllər tətbiqi vacibdir. Xarici ölkələrdə var belə bir şey var. Bu birinci çəkindirən elementdir. Yəni insanlar müəyyən məsafəyə kimi gəlir, ondan sonra
keçir ictimai nəqliyyatla. Digər çəkindirən element zona saatlıq parkinq sistemidir. Hansı ki bizdə 23-cü ildən fəaliyyət göstərir. Şəhərin mərkəzi bir qiymət, kənarlar bir Sağ qiymət. olsunlar. Bu arada o tətbiq olunanda biz qonşu Tiflisdən 2 dəfə daha ucuzdur. Elə. Bəli. Və onların ən bahalı zonası 2 manatdır, bizdə 1 manatdır. Yəni bu məsələ də var. Yəni bu bahalaşması gözlənilirdi elə. Çox güman, bəli. Digər tərəfdən müəyyən şəhərlərdə, Sinqapur, London və digər şəhərlərdə müəyyən zonalar şəhərdə pullu zonalar elan olunur. Yəni oradan keçid ödəniş əsasında icra olunur və yaxud şəhərin giriş nöqtələrində də ola bilər. Yenə də bu ciddi təhlillər əsasında müəyyən olunur ki, hansı istiqamətdə axınlarda bir problem var. Bu metodla çəkindirirlər insanları ki, avtomobillə yox, ictimai nəqliyyatla gəlsin və mövcud küçə, yol şəbəkəsinə təzyiq azalsın. Bu mərhələ ilə baş verən prosesdir. Düşünürəm ki, ilkin olaraq biz avtobus zolağı, mikromobillikdə necə hiss edirik? Bu arada o da müqavimətlə qarşılaşır və bu da aydın məsələdir ki, insanlar yeniliyi həmən bir mənalı qarşılamır. Amma zamanla artıq daha sürətli əlaqəni görəndən sonra düşünürəm ki, buna meyl artır və yaxın illərdə relsli növlərin inkişafı ilə insanlar daha çox bu tərəfə meyl edəcək. Rəbb bəy, deməli mən arzulayıram ki, bu yollarda həqiqətən elə bir infrastruktur yaransın ki, biz belə deyim də əziyyət çəkməyə də çox rahatlıqla istədiyimiz yerə gedib çata bilək. Bu elə bir böyük mövzudur ki, bura girir, yəni saatlarla danışsam bitməz. Mən sizə bir də təşəkkür edirəm, amma yenə də bir əlavəniz varsa əlavəni edeyim, bitirək bu məsələni. Əlavə etmək istəyərdim ki, müasir şəhərlərdə şəhər iyerarxiyasında ən üst pillədə piyadadır. Sonra mikromobillik, sonra ictimai nəqliyyat, ən son yerdədir fərdi nəqliyyat. Bu piramida Bakıda tam tərsidir. Tərsinədir belə. Bu dəyişəcək. Bu zamanla buna doğru gedir və bizdə dövlət proqramında piyada infrastrukturu ilə bağlı bənd var. Düşünürəm onu təxirə salınmadan icra etməliyik. Çünki şəhərin nüvə hissəsi o qədər də böyük deyil. Biz bunu piyada məsafədə qət etmək üçün birinci imkan olmalıdır hərəkət etmək üçün, yəni maneə olmamalıdır. İkinci, qısa piyada marşrutların formalaşdırmaq üçün qısa keçidlər olmalıdır. İnsan uzun məsafə qət edib getdiyi məkana çatmamalıdır. Yəni qısa yolla getməlidir. Bu bir prioritetə təsir edir. Əgər insan görsə ki, fərdi nəqliyyatla, avtomobillə dövrəyə vurmalıdır, avtobusla da yenə də uzaq düşür, amma yolu keçib daha qısa çata bilərsə, o piyada hərəkət etməyə meyl edəcək və digər tərəfdən veriliş öncəsi siz də dediniz ki, mən piyada daha çox hərəkət edirəm. Bu niyə vacibdir? Çox təəssüflər olsun ki, Azərbaycanda ürək xəstəlikləri daha çoxdur. Bunun bir səbəbi də bizim hərəkət etməməyimizdir. Onun digər səbəbi isə hərəkət etmək üçün imkanı olmamasıdır. Yəni mövcud olan küçələrimizdə səkilərimiz azad olmalıdır ki, insanlar rahat hərəkət edə bilsinlər. Bu həmçinin də sağlamlıqdır. Çünki ən dəyərli insandır, onun sağlamlığıdır. Bunu pulla almaq olmur. Düşünürəm bu yolda həm diqqətimizi, həm təbliğatımızı artırmalıyıq ki, bu hər birimizə faydası var. Rəbbə təşəkkür edirəm əməyinizə görə, gördüyünüz işlərə görə həqiqətən. Biz izləyirik və izləyicilərə də müraciət edirik. Rəbbə izləyə bilərlər. Facebook digər şəbəkələrdə bilmirəm varsınız yoxsuz. Amma əsas Facebookda mən görürəm, izləyirəm. Və çox maraqlı yazıları olur. Bir də təşəkkür edirik. Təşəkkürlər. Sağ olun.